Ramazan ayının sonudur və Fitr bayramı, yəni Ramazan bayramı dediyimiz Fitr bayramı haqqında suallar ki, bayram nə vaxtı? Təbii ki, hamımız bilirik ki, bayramın gəlişi ayın görsənməyi ilə bağlıdır. Eyni zamanda fitrə zəkatı ilə bağlı indidən soruşurlar, mən bu məlumatı verim. Fitrə zəkatı, bilirsiniz ki, 3 kiloqram arpa, buğda, un, düyü, kişmiş, xurma və s. bu ərzaq növlərinin elə bil dəyəri qədər pulla da ayrıla bilər. Nə qədər eləyir? Yəni, bu barədə bazarda özünüz də baxa bilərsiniz qiymətlərə. Buğdanın qiyməti, arpanın qiyməti, unun, düyünün, kişmişin və s. Bu ərzaqların qiyməti nə qədərdirsə, o ilə hesablayın. Ailə üzvlərinin hər birinin adından. Qafqaz Müsəlmanları İdarəsi 10-15 manat məbləğ deyib, bilirsiniz, orta hesabla deyib. Məsələn, bizdən də ümumiyyətlə məbləğ soruşurlar ki, nə qədər siz neçə deyirsiniz? Əslində, yəni bu bazar qiymətləri ilə tənzimlənməlidir. 10-15 manat da, yəni kimin imkanı çatırsa. Ola bilər ki, buğdanın kiloqramı 1 manat olsun, məsələn 3 manat eləyir həmin gün, həmin adam üçün fitrə. Bunu bazarda qiymətlərlə özünüz tənzimləyə bilərsiniz. Amma kimin imkanı varsa, fitrə zəkatını çox ayırsa yaxşıdır. Yəni, imkanı çatanlar. Nə qədər çox ayırsa, bir o qədər yoxsul insanlara verilir də. Bu fitrə zəkatı yoxsul insanlara verilir. Ona görə də yaxşı olar ki, imkanı çatanlar 15 manatdan ayırsın, 20 manatdan ayırsın. Bunun eybi yox, çoxunun zərəri yoxdur. Ən minimumu da təxminən götürmək olar, nə bilim, məsələn, bazarda, yenə də maraqlanım, mən bilmirəm, götürək məsələn 3 manat. Hətta bəlkə də arpa ondan da ucuz ola bilər, bilmirəm. Amma hər halda bir ortalama rəqəm kimi təqdim olunur. Fitrə zəkatı, Fitr bayramı axşam ayrılır. Yəni, eşidən kimi ay göründü. Bildinsə ki, ay göründü, fitrə zəkatını ayırırsan, mümkün qədər tez onu yoxsula çatdırmaq lazımdır. Hətta mümkün qədər axşamdan çatdırasan. Olmazsa, yəni axşamdan olmazsa ən geci bayram namazına qədər çatdırasan. Olmazsa bayram namazında, olmazsa gün ortaya qədər, o da olmazsa axşama qədər çatdıran, məsələn, hər halda fitrə zəkatı sənin boynundadır, bunu verməlisən. Mən sizə bir sözdə hər il deyirəm, bir daha deyirəm. Yaxşı olar ki, öz fitrənizi yoxsul adamlara özünüz verəsiniz. Yəni, qohumda, qonşuda, ətrafda, dostda, tanışda, yoxsul adamlar tanıyırsınız, öz fitrənizi vasitəsiz özünüz verməyiniz yaxşıdır.